14 il südürgə tütdü. Təsəvvür elə 7 dəfə gündə südürgə tütmək nə deməkdir? 7 dəfə. Tütürdü, mən dedim ölüb də, uşaq ölür. Başa düşürsünüz? Onun müalicəsindən sonra bu yatır. İndi mən də rahat yatıram, uşağım da rahat yatır. Salam aleyküm. Salam. Kızda değil. Mesela inekler qeyd edək ki, Vüsalın ümumi kognitiv bacarıqları dəyərləndirildi. Hal-hazırda 2 yaş uşaqlarımız sağlıqlar. Siz onu deyin daha yaxşı. Heç nə yoxdur, görsən. Var nə siz? Müalicə yazanda mən dedim doktor, gedər uşağın südürgəsi. Dedi gedər. İnanırsınız Piterdən. Dedi və elədi. Moskvadan gəldik Piterə, Moskvadan. Gəldim Piterə. Axşamdan dərmanı verdim, uşağı südürgə tutmadı. Gör necə düzgün yazıb ki müalicəni. Gəlma gələndə deyir, yaşam danışmağa başladı. Deyirəm. Молодец. Motorikasına. Hə. Və eyni zamanda biz sizi Azərbaycana dəvət eləmək istəyirik. Esma xanım mərkəzində istəyirik həm uşağa təlimlər keçək. Dərmanlar tərəfindən mən həll edəcəm, onu izləyəcəm mən. Yəni bu sizə biz ödəniş edəcəyik. Həm dərmanlarını alacaq, həm biletinizi alacaq, gəliş gedişinizi alacaq. Esma xanım da bu sayəsində mərkəzində nə lazımdır hamısını eləyəcək sənin üçün. Yaxşı. İnşallah inanıram ki, bizim Azərbaycanlılar da, yəni köməyə ehtiyac olan bir xanımsan da, bilirik əziyyət çəkirsən, zəhmətlə işləyirsən, dəstəkli xanımsan, 2 uşağa baxmaq çox çətindir. Belə bir ağır, 10 uşağa baxmaq rahat deyilən ki, belə bir ağır uşağa baxmaq. Çox çətindir. Bilirəm. Allah'a. İnşallah millət də kömək elər sizə, dəstək olarlar sizə. Kim nəyə bacarsa dəstək olar, biz də əlimizdən nə gəlir sizə eləyəcək. Çox Şükür sağ olsun. dəstəkdilər mənə. Sağ olsunlar. Millətimdən razı. Bizim millətdən yoxdur, bizim millət bir nömrəli.